Qatıq və balıq oğrusu müəyyən edilib. Novruz bayramına görə rayondan qohumlarının evinə 6 ədəd kütün balığı və 3 balon qatıq gətirən şəxsin yükü metronun Koroğlu stansiyasının yaxınlığında oğurlanıb. Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşı Kara tavuk uçay, kanadını açay. Baba evlendir beni, kızlar benden kaçay. İmi ya? Bu gözlərlə fəxr etməliyik. Bunlar bizim gələcəyimizdir. Bunlar gələcəyin müəllimi, gələcəyin həkimidir. Səndən zırt olmayacaq axmağın bir axmaq. Mən də ağzımda 2 saat söz danışıram, bunu tərifləyirəm. Bir güzelin hasretinden ahından, canan ahından. Tutuştu her yanım, yandı ha yandı, yandı ha yandı. Məni də tanıyarsınız, Baboşun kirvəsiyəm dostlar, Baboşun kirvəsiyəm. O Baboş barəsində görürəm, çox paylaşırsınız internetdə, TikTokda. Yəni o uşaq saf uşaqdır, onun kirvəsiyəm. Bugünkü günə kimi kirvəliyimizdə davam edir. Elə dəlləyi də çağırmışam, dəllək də buradadır. Dəllək, o vaxtı Baboşu sən gəldin kəsməyə, necə oldu? Mikrofonu verdiler, bir sağlık dediler. Anni benim stakanım, 50-50 vuralım. Çalsın davul zurnalar, oynasın bütün dostlar. Bugün ben evlenirim, 50-50 vururam. 50-50 ben vurdum, birazın sarhoş oldum. Diri dakta diri diri da da, diri dakta diri diri da. İşin rahat mı? Oo, rahat ne demek? En rahat. Patron önümde 2 büklüm. Ustabaşı benden korkuyor yerini alırım diye. Herkes benden çekiniyor. Bende bir acayiplik de var.